Biz Göyçay rayonunun Aşağı Qərimədyan kəndində şəhiddən Dəmirov Ədalət Nüsrət oğlunun evimizi indirir. Allah cəm şəhidlərimizə rəhmət edilsin. Məqamlarımız olsun. Allah siz şəhid valideynlərinə səbir versin, dözüm versin. Siz qəhrəman valideynlərsiniz. Qəhrəman şəhidlərimizin qəhrəman valideynlərsiniz. Allah bir daha sizi əskiyə eləməsin. Biz Ağsu rayonundan Dəmir Yumruq Alfağa cəmiyyət olaraq gəlmişik. Bizim borcumuzu bütün şəhid ailəsində olan şəhidlərimizə hər an gedək, ziyarət edək. Allah'tan arz edirəm ki, Allah bütün ziyarətlərimizi qəbul edəcək. Və buradan mən Ali Baş Komandamıza can sağlığı arz edirəm, ömür arz edirəm. Allah ona can sağlığı versin, qoluna qüvvət versin ki, bizi gətirdi şəhidlərimiz olmaqla. Bugünkü gündə bizdə bax, bu bizim bu ləkələrimizin hamısını bu şəhidlərimiz götürdü. Allah bir daha şəhidlərimizə rəhmət edilsin, məqamlarımız olsun. Allah hamımıza səbir versin. Allah dövlətimizi qorusun, dövlətçimizi qorusun, əsgərlərimizi qorusun, hərbimizi qorusun. Mən deyəm bu, sağ olun, çox sağ olun. Bir daha Allah şəhidlərimizin məqamımızı eləsin. Bizim borcumuzdur ki, tarix yazan qəhrəman oğullarımızı belə gedib məzarlarını ziyarət edib və ev muzeyini gedib ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid ailələrinə səbir və dözüm versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizin, valideynlərin qarşısında da baş əyirik. Allah səbir versin, nüsrət əmir. Bizim vəzifə borcumuzdur ki, Göyçay rayonu və Qıraq rayonları, kəndlərə gedib, çəkiliş edib işıqlandırmaq. Allah səbir versin. Allah səbir versin. Sağ olun. Ben de öz adımdan size teşekkürümü bildiriyorum ki şehitlerimizi yad ediyorsunuz. Işıklandırırsınız. Allah size ömür versin. Hoş gelmişsiniz. Allah canınızı sağ eləsin. Allah sizi kovalasın. Allah ömür versin. Bizim müqəddəs borcumuzdur. Biz nə qədər yaşayırıq, şəhidlərimizə borcluyuz. Həmişə də getməliyik, özümüzə borc bilərək gelip şəhidlərimizi hər zaman ziyarət edilməliyik. Allah rəhmət etsin. Şəhid məkan cənnət olsun. Çok sağ olun. Var olun. Hakkında salavat işlediyor. Allahümme sallallahu. Kərbəla əsirləri, Kərbəla şəhidləri və cəmiyyən vətən şəhidlərimiz haqqında və məxsusən salavat işlediyor. Azərbaycanın müstəqilliyi uğrunda, onun torpaqlarının azad olunması uğrunda, suverenliyimizin bərpa olunması uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla bir dəqiqəli sükutla yad edir. Ruhlar şad olsun. Amin. Değerli bizim şəhid anaları, çox hörmətli şəhid ataları, rayon icra hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti, rayon ictimaiyyəti, məktəb pedaqoji kollektivi və bura şəhid sevərlərin hər birinə burada iştirakına görə əvvəlcədən dərin təşəkkürümü bildirirəm. Bugün növbəti bir qəhrəmanımızın Dəmirov Ədalət Nüsrət oğlunun 5 il bundan qabaq torpağa tapşırıldığı günü anım günün qeyd eləmək üçün bura yığışmışım. Mən bir şəhid atası olaraq çox çətinlik çəkirəm. Bir cavan Azərbaycan övladının, cavan bir oğlanın məzarı önündə biz artıq bir yaş həddini yaşamış adamların bir cavan oğlanın məzarı önündə kiməsə təskinlik bilmək, kimsə ovundurmaq çox çətin məsələdir. Xüsusən də məndən yəqin heç kim inciməz. Xüsusən də evin tək oğlu olan Ədalətin valideynlərinə nəsə demək, özüm də onun günü deyəm və onun nə cür bu 5 il prosesi yaşadığım gözüm qabağında olur. Yəqin o dövrləri hamımız yaşamışıq, hamının yaddaşındadır. Əgər yadından çıxırsa kiminsə deməli o Azərbaycanlı deyil. Deməli onun bu torpağın üzərində gəzməyə haqqı yoxdur.
O devir bizim gözümüzün karşısındadır. An ban, gün be gün, saat ba saat. Artık muharebeden bir ay geçirdi. Göyçayımıza lap ilk gündən ve Azerbaycan'ın bütün bölgelerine ilk gündən hoş haberlerle yanaşı çok ağır kara haberler gelirdi. Biz bu dövrü yaşayanda bir anlık 50 il 60 il bizden qabaq yaşayan babalarımız yadımıza düşürdü. O dövrdə də 41-45-ci ildə 400 minə yaxın Azərbaycanlı övladı, Azərbaycan kişisi, Azərbaycan oğlu Rusiyanın bataklıklarında, Polşanın bataklıklarında həyatı dəyişirdi və hər gün yüzlərlə, minlərlə Azərbaycana qara xəbər gəlirdi. Biz bunu ancaq kitablarda, kinolarda görürdük. Bu barədə kinolar da çəkmişdilər, kitablar da yazırdılar, tarixi əsaslara da söykənərək bizə təbliğ edir. Allah salamızın yerini ucadan uca eləsin. Amin. Məqamındır. Bax bu dəqiqə bu oğlanların sayəsində hər yerdə zəfər tədbiri görülür. Tədbiri, bir zəfər tədbiri bu oğlanlar qazanır. Biz evlərimizdən belə oğlanları böyütdük, çıxartdıq, verdik vətənə. Amma elin oğludur bu oğlanlar. Təkcə bizim elimizin oğlu deyil. Çünki həmişə baş aşağı gəzənlər indi alnını açıq, başı yuxarı gəzirlər. Bax bu ədalətlərin sayəsində, bu oğlanların, bu qəhrəmanların sayəsində. Allah Nüsrət qardaş, balva rəhmət eləsin, məqamı ucadan uca olsun. Dözüm versin ki, belə oğlanları yaşada bilək. Sizin o dəmir yumruğu altında bu oğlanlar ucaqdı hamını, prezidentimizlə bərabər. O medalları da, o ordenləri də, onlar əziyyət çəkdi. O qiymətləndirən də prezidentimiz oldu. Böyle olur. Doğrudan bu 5 ildə bizlərin nələr yaşadığının canlı şahidi mənəm. Çünki mən illərlə o adını yaşamışdım. Mən istərdim ki, sizə bacardan qədər mənəvi bir dəstək olun. Az da olsa yaranıza məlhəm olun. Nə qədər bacarmışam, nə qədər bacarmamışam, haqqınız mənim üzərimdə çoxdur, haqqınızı halal edin. Mən bayaq Nəsibə ana danışdı. Bir günlərin Nüsrət kişi iştirak edirdi həmən iclasda. Bir yoldaş qeyd etdi ki, ədalətli olmaq lazımdır. Nüsrət kişi yerindən qalxıb ki, hansı ədalətdən danışdı, bir ədalət var da şəhid olur. Yəni, həqiqətən Cənab Prezident də gedir, dünyada ədalət yoxdur. Yəni, bu məlum məsələdir. Amma bu günlərin 19 yaşında ədalət canı ilə tarix yazılır. Biz qəhrəman şəhidlərimizə borcluyuq. Nəinki biz, bütün xalq, millət, Azərbaycan, hansı ki, Cənab Prezident qeyd elədi ki, nə qədər müasir silahlarımız olsa da, nə qədər siyasətimiz güclü olsa da, o qələbəni salan bizim şəhidlərimiz. Bunlar heç vaxt unudulmayacaq. İllər keçsə də, insan əbədi deyil. Amma əbədi olan, əbədi yaşar qəhrəmanlardır. Mən inanıram, bu gün bazar günüdür. Pedaqoji kollektiv burada iştirak edir. Bəlkə də burada 20-30 şagird var. Gələcəkdə onlar hər biri qəhrəman şəhidlərimizi anacaq. Çünki illər sonra onlar bəlkə də Azərbaycanın ən yüksək kürsülərində əyləşən vəzifə şəxslər olacaqlar. Çünki ən savadlı elə bu dağlardan, dağların qoynundan çıxır bu şagirdlər. Bu kəndin qəhrəmanlığından danışmaq istəyirəm. Mən burada bəlkə də Rahilə xanımlardan çəkməyim qəbahət olardı. Deməli, müharibənin bəlkə də belə təxminən bu vaxtlar olardı Rahilə xanım. Sağ olsun, rayon icra hakimiyyətinin təşəkküsü ilə Azərbaycan bir yumruq kimi birləşmişdir. Mən deyərdim, bu qələbə Azərbaycan xalqının qələbəsidir. Böyüyündən kiçik hakimiyyətindən əlaqə saxladılar ki, və bizim ora bir maşın anini göndərmişik. Dəstəkdir, Aşağı Qərə Məryamın, hansı ki, Birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçüsü, bizim nazimimiz Adı Cavid də burada tanış olduq. Və onlar gəlirlər, orada o döyüş bölgəsinə giriş üçün blok postları var idi. Mülki vətəndaşların döyüş bölgəsinə girməyə qəti qadağanlaşmalıyam. Baxdıq ki, mümkün deyil, qərarlarımız bir uzaqlıyı ölçür. Yəni, o birisi nədir? Bir ruhdur, psixoloji bir fəaliyyətdir. Və mən yenə də
5 il keçsə də, illər də keçsə, mən onu hər zaman deyəcəm. Cənab Prezident tərəfindən də Rahilə xanıma orderlər təklif olundu. Səfəranası keçən il edirəm Rahilə xanım. Deməli, dövlətimiz, millətimiz bu heç nə əvəzsiz olmur. Gec də olsa, nə bilim, Cənab Prezident demişkən, nə ilə vaxt edəcəyini duymasın bu feryadımı. Bilmirəm sevinim, yağlayım mı? Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Ay ana, saçını dərddən ağartma, gedib gələnlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi, vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Vətənin köməyə ehtiyacında, getdilər imdada dar ayağında. Qanların tökdülər torpaq uğrunda. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Şəhidlər adını ucuz tutmayın, öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Qalib ədalətəm, yolumda hazır, qisas alınacaq, əvvəl yaxır. Yalnız bir təsəlli ürəyə atır. Var belə oğullar, ola şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Sorğusuz, sualsız vətən gözləyir. Şəhadət şərbəti içən şəhidi. Borcdur ki, yad etsin gəlib gedənlər vətən uğrunda canından keçən şəhidi. Quranda ayə var, Allah sözüdür. Şəhidlər ölməyib, sağdır deyirlər. Bunu ispat etmək haqqın sözüdür. Allahın da ruzi yeyirlər. Siz vətən uğrunda can qurban etdiniz. Canımız sizlərin qurbanı olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Məzarının yanında qoşa bitən günləri görənlər ay ədalət qəhərlənir, kövrəlir. Bu günlər özü bitib, sevdikləri yeri də. Toxumları buraya quş dimdiyindən töküb, ya da külək gətirib. Yayın qızmar günündə, çınqılların içində, toxumlar dözdü, durdu, pöhrələnib boyatdı, al qırmızı gül oldu. Bu güllər ədalətin ürəyində sevdiyi, hamıdan gizlədiyi naçam məhəbbətdir. Gül olub burada bitib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hanım tədbirimiz geçib.